Bugün 5B sinifindəyik və uşaqlarımızın dərsi bitibdir. Dedik, video çəkək. Düzdür? Oyunumuzun şərtləri belədir uşaqlar. Mən sizə sual verirəm, siz bəli, xeyir cavab vermirsiniz. Bəli. Razısınız? Bəli. Aha, qəşəng. Kimdən başlayaq? Adın nədir qızım? Səkinə. Səkinə. Sən 5-ci sinifdə oxuyursan elə? Mən 5-ci sinifdə oxuyuram. Aha, yaxşı. Yaxşı oxuyursan? Yaxşı oxuyuram. Ən sevdiyin fən hansıdır? Azərbaycan dilini ədəbiyyat. Aha. Sən bilirsən, mən də Azərbaycan ədəbiyyat müəllimiyəm. Bilirəm. Bilirsən? Sən görübsən mən dərs keçdiyimi? Görmüşəm. Harda görübsən? Sizə dərs keçmirəm axı mən. Sizə dərs keçirəm qızım. Aha, nə dedi? Xeyr dedi. Sənin adın Əlidir elə? Əlidir. Adın nə idi? Əli. Əli. Aha, lap yaxşı. Əli, sən görübsən mənim dərs keçməyimi? Yox. Yox dedi sən. Adın nə oldu sənin? Emil. Emil. Emil, Səkinə ilə Əli tez uduzdu elə? Bilmirəm. Bilmirsən? Aha, yaxşı. Emil, səncə niyə uduzdular? Bilmirəm. Bilmirsən? Yaxşı. Emil, sən hansı fənni çox sevirsən? Riyaziyyat, Azərbaycan dili ədəbiyyatı. Aha. Azərbaycan dilini sizə kəsrə müəllimə deyir elə, Emil? Nə oldu, Emil? Cavab ver də. Düzdür. Aha, yaxşı. Emil, böyüyəndə kim olmaq istəyirsən? Polis. Polis. Polislərin boyu hündür olmalıdır. Bilirsən onu? Bilirəm. Bilirsən? Aha. Emil, bu otaq sizin sinifdə elə? Düz. Düzdür. Elə bilən idin, niyə özünə də demirdin Əli? Yaxşı. Emil, sinifinizdə ən yaxşı kim oxuyur? Əli. Əli. Bu Əli. Əli, mən, Yusuf, Səkinə, Aysu, Fidan, Aha. Rahil, Mələk, Ayə. Aha, yaxşı. Əli yaxşı oxuyur deyirsən. Düz. Düz nədir? Əli yaxşı oxuyur deyirsən. Hı? Cavab ver də. Yaxşı oxuyur. Yaxşı oxuyur. Yaxşı olsun. Sən il birinci mərtəbədə dərs keçirdiniz elə? Düzdür. Bu ildə ikinci mərtəbədə? Düzdür. Keçən də sinif rəhbəriniz Gülarə müəllimə idi. Hə? Gülarə müəllim idi yoxsa necə? Kim idi? Nailə müəllim. Aha, mən səhv saldım. Nailə müəllim idi. Aha. Emil, sən dedin polis sənətini çox sevirsən elə? Düzdür. Böyüyəndə polis olacaqsan? Düzdür. Hı? Düzdür.